Qədim Yunanistan qeyd etdiyimiz kimi Avropanın cənubunda Balkan yarımadasında yerləşirdi və qədim Yunanistan təbii hissələr olaraq üç əraziyə bölünürdü. Qeyd etdiyimiz kimi Cənubi Yunanistan Orta Yunanistanla Korinf körfəzi, Orta Yunanistan Şimali Yunanistanla Sıra dağlar və Fermopil keçidi bir-birindən ayırırdı. Qədim Yunanistan üç dənizin sahilində yerləşirdi. Onu üç dəniz əhatə edirdi. Egey dənizi, İoniya dənizi və Aralıq dənizi. Və qədim Yunanistanın bölündüyü üç hissə, yəni Şimali, Orta, Cənubi Yunanistanda yerləşən vilayətlərdən danışanda, Şimali Yunanistanda Fessaliya düzənliyi, Orta Yunanistanda Attika düzənliyi, Attika vilayəti və Cənubi Yunanistan ümumi götürəndə Peloponnes adlanır və Peloponnesdə Cənubi Yunanistanda Messeniya və Lakonika vilayətləri yerləşirdi. Avropada ən qədim dövlət Krit adasında meydana gəlmiş dövlət idi və ümumi şəkildə bunları deməkdə məqsədim kontur xəritədə həmin əraziləri müəyyən eləməkdir. Orta Yunanistanda Attika vilayətində Afina şəhəri yerləşirdi. İndi Yunanistanın şəhərləri, şəhər dövlətlərinin yerləşdiyi əraziləri kontur xəritədə müəyyən eləyək. Cənubi Yunanistanda Mikena şəhəri yerləşirdi. Hansı ki Mikena mədəniyyətinin qurucuları Axey Yunan tayfaları idi və bu mədəniyyəti dağıdanlar isə deməli Dori Yunan tayfaları idi. Mikena şəhərinin yaxınlığında Korinf şəhəri yerləşirdi və Cənubi Yunanistanda Dori Yunan tayfaları eradan əvvəl 2-ci minillikdə Yunanistanın cənub-şərqində yerləşən Lakonika vilayətini ələ keçirərək burada Sparta şəhərinin əsasını qoymuşdular. Bunlar qədim Yunanistanda biz daha çox haqqında danışdığımız şəhərlər və şəhər dövlətləri idi. Yunan-İran müharibələri və Yunan-İran müharibələrinin gedişində baş vermiş döyüşlərin kontur xəritədə həmin ərazilərin müəyyən olunması. Biz bilirik ki, eramızdan əvvəl 5-ci yüzilliyin əvvəllərində deməli Asiyada Əhəməni İran İmparatorluğunun nüfuzu artır. Aralıq dənizi hövzəsində isə Yunanistanın nüfuzu, qüdrəti xeyli artmışdı və birinci Dara Kiçik Asiyanın qərbində yerləşən Yunan şəhər dövlətlərini özünə tabe etmişdi. O zaman həmən şəhər dövlətləri birinci Daraya qarşı, Əhəmənilərə qarşı üsyan qaldırmışdı və bu üsyan zamanı Afina, Yunanistanda yerləşən Afina şəhər dövləti həmən üsyançılara kömək eləmişdi və ona görə də bu Daranın Yunanistana hücum eləməsinə səbəb olmuşdu. Beləliklə eramızdan əvvəl 490-cı ildə Əhəməni hökmdarı 1-ci Dara Yunanistana doğru hərəkət edir və o Orta Yunanistanda Marafon düzənliyində eramızdan əvvəl 490-da Yunanlarla döyüşə girir və Marafon düzənliyi baş verir Orta Yunanistanda. Və həmin Marafon düzənliyinin baş verdiyi ərazini görürsünüz xəritədə. Daha sonra, 10 il sonra Daranın oğlu Xerxes eramızdan əvvəl 480-cı ildə Şimali Yunanistandan daxil olur və Şimali Yunanistandan cənuba doğru hərəkət edərək bu ərazidə Yunanlarla toqquşur və Leonidin başçılıq etdiyi Yunanlarla Xerxesin başçılıq elədiyi Əhəmənilər arasında deməli Fermopil döyüşü baş verir eramızdan əvvəl 480-cı ildə. Və xəritədə Fermopil döyüşünün baş verdiyi ərazini görürsünüz. Ondan sonra növbəti döyüşün baş verdiyi yer Salamin dəniz döyüşüdür. Eramızdan əvvəl 480-ci ildə Salamin dəniz döyüşü baş verir və burada Yunanlar qələbə qazanır. Eramızdan əvvəl 479-cu ildə isə Plateya döyüşü baş verir və Plateya döyüşündə Yunan şəhərləri Əhəmənilərə qarşı birləşərək Əhəməni ordusunu məğlub edir. Növbəti ərazi olaraq Sixeroneya döyüşünün baş verdiyi ərazini görürsünüz və Makedoniya ilə Yunanların arasında baş vermiş döyüşün baş verdiyi ərazi. Bunlar qədim Yunanistanla bağlı deməli müxtəlif hadisələrin baş verdiyi və yaxud vilayətlərin yerləşdiyi, şəhərlərin meydana gəldiyi ərazinin kontur xəritədə müəyyən olunması ilə bağlı izahatı idi.